Ana yurdum para para, bu ne dehtir bu ne yara, tapılmır bu ter. Deyəsən cənab polkovnik rəiyyət mahnısını çox sevir. Öz aramızdır. Son vaxtlar yaman yer altından yasa gedirsən ha. Biz də çörəyi qulağımıza yemirik. Eğer o ağaların köməyi olmasaydı, üzdə bizə mehriban qonşuluqdan, iqtisadi əməkdaşlıqdan dəm vuranlar çoxdan məmləkətimizi xorza yükələmişdilər. Bəli, cənab general. Kimlə bostan əkdiyimizi də çox gözəl başa düşürəm. Görünür sizin milletin ağzının eğrisi heç vaxt düzələn deyil. Ərindən xahiş elə ki, o taya keçmək üçün bizə bir balaca sıçan yolu versin. Yaz. Bir gün padişah onu yanına çağırıb deyir ki, səni vətənimizin sərhəddinə pasiban göndərirəm. Eli qorumaq da qızım həmişə say seçmə igidlərə tapşırılıb. Gədə, sənə neçə gündə ağzımda bir Quranlıq söz danışıram. Necə deyərlər, keçər halva yiyər, puluna minnət. Nəyimə gərəkdir sizin pulunuz? Harada xərcləyəcəm onu? Bu minvanla düz 6 ay qaldım Səksəkədə. Bir gün gecə gəlib apardılar məni zindan rəisinin yanına. Bırakın məni rəkədir, salmısan burada. Bırakın məni. Tər sənə deyirəm. Bırakın məni. Farağat dur. Yaxamı bırakın deyirəm sizə, bırakın. Üzüm ayağının altında. Amma ne yemeli candı. Bu nə söz? Sarsaq danışma. Ged işinlə məşğul ol. Yeri deyirəm. Get. Dayı qurban, yaşımın bu vaxtında babala bata bilmərəm. Gərək bağışlayasın. Bu mahalda sən hamını tanıyırsan. Axı onun öldürməyə gəldiyi adam kim ola bilər? Deyə bilərsən, Bəndalı kişi. Mən bu yaşımda babalı yuva bilmərəm. Al, götür, götür. 7 arxa dönənizə də bəs eləyər. Bilirəm, ərin səni çox istəyir, sözündən çıxmaz. Götür. Ölümə razı olam. Amma elə kağızı yazmaram. Öz aramızdır. Əcəb xəlvət yer seçmişsən ha. Necə deyərlər, dərə xəlvət tülkü bəy, ha? Bacı oğlu. Bura mənim dədə baba yurdum. Sənə nə lazımdır? Eləsini döyərəm, lap o yanında kesərəm. Kurtqaşı ilə yezədim, çöpboy olun. Heyf qoymadılar. Niyə dalaşırdınız? Düz bir həftədir qaymış olub mənə. Nə istəyirdi səndən? Nə bilim, Çobanın köylü olsa təkədən pendir tutar. Yadındadır o vaxt kişi necə girdi qanımızın arasına. İllah da sənin. Kim idi o vaxt böhtana filana baxan? Tülkülüyünü subut eləyənəcən dərisini boğazından çıxarırdılar. Quruca sağ ola bu zamanədə bircə qəpiy verən də yoxdur. Belə işlər. Siyaset çok qəliz, həm də müqəddəs oyundur. Onun öz qanunları var. Oyunda elə bir cür iştirak eləyir. Yəni özünə necə sərf eləyirsə, bax elə. Tükənməz xəzinədir, dəryadır bu folklor. Həsrətli dağların yeri, məhnətli dağların yeri, yeri hey yeri, dağlarım mənim. Yeri hey yeri, dağlarım mənim.